İmamətdə nə qədər danışdı Quran? Məgər imamətdən danışmıyıb? İnnəmā yuridullah liyuzhibə ənkumur rics əhləl beyt və yutəhhirəkum təthira. Allah siz əhl-i beyti pak elədi, çirkinliklərdən pak elədi, mütəhhər elədi. İmamətdir də. La əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. Sevin bu əhl-i beytimi, imamətdir də. İnnəmā nut'imukum livəçillah. Özləri ac qaldı, yedirtdi əhl-i beyt də. La nuridu minkum cəzaən və la şükura. Heç nə sizdən istəmirik, təşəkkür istəmirik, əhl-i beytdir də. Əbnaəna əbnaəkum, əhl-i beytdir. Ənfusəna ənfusəkum, əhl-i beytdir. Nisaəna nisəəkum, əhl-i beytdir. Qul i'məlu səyərəllah əmələkum və rəsuluhu vəl müminun. Əməllərinizi seyr eləyən qiyamətə qədər əhl-i beytdir. Ətiullah və ətiur rəsul və ulul əmri minkum. İtaət edin bunlara, əhl-i beytdir. Minən nasi mən yəşir nəfsə ibtiğa əmərdatillah. Mənim bəndələrimin içərisində eləsi ki var ki, bütün ömrünü mənə verdi. Heç nə istəmirsən, bir dənə istəyi budur. Mənim razılığım olsun, əhl-i beytdir. Əl-yom əkməltu ləkum dinəkum. Dinin kamalı əhl-i beytdir. Ətməmtu aleykum niməti, nehmətin tamamı əhl-i beytdir. Raditu ləkum əl-İslamə dinən. Razı oldum bu dindən, əhl-i beytdir. Yevmə izin lətusəlunnə ənin nəyim. Qiyamət günü neymətlər haqqında sorğu-sual olacaqsınız, əhl-i beytdir. Salihul müminin, əhl-i beytdir. Likulli qovmin had, əhl-i beytdir. Hidayət eləyən əhl-i beytdir. Və sabiqunə sabiqun, öndə olanlar əhl-i beytdir. Yəşhəduhul müqarrabun, əhl-i beytdir. Fi buyutin əzinəllah ən turfəa. O uca ev əhl-i beytin evidir. Fəsəlu əhlə zikr, əhl-i beytdir. Ənə mədinətul elm və əliyyun babuha, əhl-i beytdir. Xeybər əhl-i beytdir. Əhzab əhl-i beytdir. Uhud, Bədir əhl-i beytdir. Aşura, Zuhur əhl-i beytdir. Fatimiyyə, Qədirxum əhl-i beytdir. Nə desin, nə qədər desin? Vəsf elədi də Allahımız bizə. Sən Allah bu qədər vəsfdən sonra deyə bilərsən Quran əhl-i beytdən söz danışmayıb. Bundan sonra demək olar ki, ya əhl-i beyt İslam deyil.